Donald Trump artıq bir neçənci dəfədir ki, bu cür ultimatum məzmunlu, şərtlər qəbul olunmazsa müharibəni başladacağı məzmunlu fikirlər səsləndirir. Bu son olacaqmı, yoxsa hadisələr necə görünür gələcək üçün? İran-ABŞ hərbi əməliyyatların birinci mərhələsi başa çatır. Danışıqlar prosesi İslamabadda baş tutmadı. Mən düşünürəm ki, İran tərəfi manipulyasiyadır və getdikcə də mövqeyini gücləndirməyə çalışır. Çinin xüsusilə lojistik dəstək və Sepah da kifayət qədər hakimiyyəti ələ alaraq çalışır ki, məhz Amerika ilə bir növ manipulativ danışıqlar aparsın, ənənəvi fars diplomatiyası və göründüyü kimi heç bir razılaşmada əldə olunmur. Xüsusilə Sepah raket məsələsində, nüvə məsələsində, Hörmüz boğazı ilə bağlı güzəştə gedərsə, bu rəsmi Tehran hesab edir ki, bu İranın kapitulyasıdır. Və ona görə də İran tərəfi hələ də müqavimətini artırır və kifayət qədər Amerika qarşısında manevr qabiliyyətini də artırır. Xüsusilə İran tərəfi Körfəzdə ərəb ölkələrinin mülki obyektlərinin, strateji obyektlərinin, həmçinin neft quyularının vurulması, həmçinin Birləşmiş Ərəb Əmirliklərində nüvə mərkəzinin vurulması ilə də hədələyir. Və göründüyü kimi Amerika Birləşmiş Ştatlarının gözlədiyi nəticə artıq verilmir. Artıq konqresdə də İranla bağlı qətnamə qəbul edildi. Konqresin razılığı olmadan Amerika İrana qarşı müharibədə apara bilməz. Həmçinin növbəti faizdə Amerikada aralıq seçkiləri gözlənilir. Bir növ İran tərəfi çalışır ki, Trump İran üzərindəkilərdə də məğlub olsun. Çünki İranla bağlı strategiyası müsbət nəticə verməyəndə Trump'ın aralıq seçkilərində demokratlara uzazacaq. Düşünürəm ki, İranın hazırki mövqeyi elə bir müstəvidədir ki, Amerika ilə şərq dilində danışır və kifayət qədərdə Amerika hər hansı bir güzəştə getmir. Müharibədən sonra müəyyən güzəştlər oluna bilərdi, amma hazırki məqamda İran tərəfi Amerika ilə şərq dilində danışacaq, nəinki güzəşt dilində. Hazırda iqtisadi sanksiyalardan da yayınma yolunu seçib, bir növ İran tərəfi hazırki sanksiyalara da öyrəşir, situasiyaya uyğun da siyasət aparır. Bir növ İranı strateji mürəkkəb bir böhrana salır. İndi Amerika hazırki vəziyyətdə sınaq yollarını axtarır. Tamam, sabahları növbəti həftədə İrana qarşı hərbi əməliyyatlara start verdi. Amma yəni də bu asimetrik olacaq. Körfəz ölkələri ilə İran hədəfində olacaq. Yəni də Amerika rejimin dəyişməsi istiqamətində planlaşdırdığı hədəfə də çatmayacaq. Və nəzərə alaq ki, İran da müəyyən raket potensialı və digər hərbi infrastrukturunda bərpa edir və İsrailə də güclü zərbələr endiriləcək. Mən düşünürəm ki, yalnız İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Blokadanı daha da inkişaf etdirilməlidir. Çünki hazırki davam edən bu müharibədə hər hansı bir qələbə əldə olunmadı. Və Amerika öz niyyətinə çatmadı. Yalnız iqtisadi blokadı ilə İranda sosial vəziyyətin ağırlaşması, xalqın etirazının formalaşmasına gətirib çıxaracaq bu bir prosesə imza ata bilər. Bu da dəniz blokadasını daha da inkişaf etdirməkdir. Amma hazırki mərhələdə Amerika onda İrana nüvə bombası atmalıdır. İranın tamamilə mülki infrastrukturunu sıradan çıxarmalıdır ki, onda nəyisə nail olsun. Amma nöqtə atışları ilə düşünürəm ki, Amerika tərəfi öz siyasətini reallaşdıra bilməkdir. 42 gündən artıq davam edən bu müharibədə demək olar ki, Amerika öz strategiyasına nail ola bilmədi, amma bundan sonra da hərbi əməliyyatlarla da nail olması gözlənilmir. Və razılaşmalara gəlmişdir. Gələn həftə də düşünürəm ki, razılaşmalar da əldə olunmayacaq. Yəni İran tərəfi həm uranın zənginləşdirilməsi, həm proksilərlə bağlı, həm ballistik
raket kompleksi ilə bağlı irəli sürülmüş bu şərtləri və təbii ki, bunun üzərinə bir də son dönəmdə əsas belə desək konfrontasiyalı bir məqam var, Hörmüz boğazı blokadası. Bu istiqamətlərdə razılığa gəlməsi hələ ki mümkünsüz görünür. Düşünürsünüz? Ümumiyyətlə bəzən ekspertlər ifadə edirlər ki, İranın bu şərtləri iqtisadi durumunun da yol vermədiyi halda hələ də qəbul etməməsi, hələ də müəyyən mənada dirənməsinin əsas səbəbi daxildəki məsələ ilə bağlıdır. Yəni, hakimiyyətin legitimliyini təmin etmək məsələsi, regional dayaqların qorunması eyni zamanda məsələsi və təhlükəsizlik doktrinası. Bu məqamlarla əlaqələndirmək mümkündürmü İranın dirənişini və daha nə qədər bu mümkün ola bilər? Bilirsiniz, İran hakimiyyəti tam nəzarət əlinə alan Sepah, indi oradakı prezident administrasiyasına müəyyən dərəcədə fikir müxtəlifliyi hökm sürür. Xüsusilə prezident və onun komandası çalışır ki, Amerika'nın bir orta məxrəcə gəlinsin, iqtisadi blokadadan çıxsın, xalqın sosial vəziyyəti yaxşılaşsın. Amma Sepah buna gelmir. Sepahın əsas məqsədi, strategiyası hərbi münaqişəni davam etdirmək, öz hakimiyyətini qoruma və regional gücünü, mövqeyini kifayət qədər artırmaqdan ibarətdir. Məsələ bundan ibarətdir. Amma hazırki mərhələdə düşünmürəm ki, Sepah Amerikanın tamamilə şərtləri ilə razılaşsın. Bilirsiniz, nüvə məsələsi ilə bağlı güzəştlər gedə bilər. İndi Amerika tərəfi deyir ki, bir nüvə obyekti saxlayır. Amma raket proqramı, həmçinin Hörmüzlə bağlı İranın güzəştə getməsi mümkün görünmür. Xüsusilə raket demək olar ki, İranı Sepahı mövqeyində saxlayan, müəyyən bir qonşulara qarşı təhdid saxlayan əlində bir təsirli rıçaqdır. Ona görə də Amerika bu təklifini qəbul etməyəcək. Amerika tərəfi birbaşa Sepahı, İranı silahsızlaşdırmaq, özünə təslim etmək və növbəti hədəfdə parçalamağı, yəni xüsusilə federallaşmasını, İranın federallaşmasını. Ortada İraq ssenarisi var. Bilirsiniz, uzun illər Saddamın üzərinə getdilər və İraqın raket proqramını sonradan çıxartdılar və növbətə İraqa hücum etdilər. İndi də eyni senarini İranda tətbiq etmək istəyirlər. Sepah da bunu görür, İran rəhbərliyi bunu görür. Sadəcə olaraq İran tərəfi deyir ki, mövcud şərtlərə uyğun olaraq və biz müqavilə bağlayıb əməkdaşlıq edə bilərik. Amma Amerika bunu istəmir. Amerika deyir ki, sən silahsızlaşmalısan və kapitulyasiya imza atmalısan, tabi olmalısan və neftini müştərək biz bundan istifadə etməliyik. İranda buna yoxdur. Ona görə də məsələ bu qədər fundamental böhran vəziyyətindədir. Bu böhrandan da düşünürəm ki, müharibə ilə də çıxmaq yolu yoxdur, danışıqlarla da çıxmaq yolu yoxdur. Yəni, proses dalana dirənir. Yəni, məsələ bundan ibarətdir və İran da öz mövqeyini qoruyub saxladı. 40 gündən artıq davam edən müharibədə İran Amerikanın öhdəliklərini və təkliflərini qəbul etmədisə, indi hazırki məqamda Amerikan təkliflərini qəbul etməyəcək. Bir müddət bundan əvvəl çərçivə sazişinin imzalanması mümkün idi, amma Amerika çox ciddi şəkildə şərtləri irəli sürdü və İran tərəfi məhz Çinin dəstəyi ilə o bir çox şərtləri qəbul etmədi. İndi isə mövqeyini daha da gücləndirib, daha da Körfəz ölkələrin təhlükəsinin suverenliyində təhdid etməkdədir. Yəni, bu da Amerikanın regional maraqlarına ziddir və çünki Amerika hücum eləsə İrana, dediyim kimi İsrailə yenidən hərbi zərbələr endiriləcək, Körfəz ölkələri infrastrukturu, neft quyuları, neft platformaları darmadağın olacaq. Yəni, bunun bir yolu var. Amerika İranı bütün neft terminallarını darmadağın etməlidir, xalq arasını bir növ kimyəvi və nüvə silahı tətbiq etməlidir ki, İranda istədiyini alsın. Amma hazırki məqamda bu mümkün görünür. Bəli, elə Amerika
daxilində də, yəni elə parlament çərçivəsində də, konqres çərçivəsində də bir fikir ayrılığının İrana yönəlik hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı bir konsensusun olmadığını biz müşahidə edə bilirik və elə bu yöndə siz az öncə qarşıdan gələn aralıq seçkilərini də qeyd etmiş oldunuz. Bax, bu konsensusun olmaması və eyni zamanda Amerika Birləşmiş Ştatlarında yaxın perspektivdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlamaq məcburiyyəti noyabrda hansı nəticələr doğura bilər? Bilirsiniz, əgər indiki mərhələdə hər hansı bir razılaşma olmasa, bu Trumpın əleyhinədir. Müharibəyə başlasa da yenə də Trumpın əleyhinə olacaq. Onsuz da Donald Trump İrana müdaxilə eləməklə, necə deyirlər, Amerika siyasi sferasında öz tabutuna buxu vurur. Yəni, proses bundan ibarət, mismarı vurur. Proses bundan ibarətdir. Və düşünürəm ki, hazırki mərhələdə bütün regional proseslər Amerikanın əleyhinə işləyir, təəssüfdir. Amma biz gözləyirdik ki, Amerika əgər İrana hücum edibsə, rejimi dəyişməlidir, nə olursa olsun. Amma indi Amerika girib İranı yaralı buraxdı, orada da hakimiyyətdə olan Sibah terrorist zehniyyətindədir. Qonşularına qarşı təhdid, təzyiq siyasəti həyata keçirir, bunu görürük. Yəni, İranı indiki vəziyyətdə buraxmaq olmaz. Yəni, atəşkəsə getməzdir. Çünki İrandakı rejim totalitar, qonşularını düşmən görən, zərərli ideologiyanı qonşu ölkələrə sirayət edən, hər bir qonşu ölkəni təhdid edən, onun suverenliyini, dövlət müstəqilliyini təhdid edən terrorçu qruplar, proksilər yaradır. Baxın, Suriyada yarattı, İraqda yarattı, Livanda yarattı, Yəməndə yarattı, Azərbaycana qarşı İran daxilində yarattı. Yəni, göründüyü kimi bu rejimin xisləti məhz terrorçu rejimdir. Bu terrorçu rejimlə indi Amerika tərəfi anlaşmağa gedir və bu rejimdə Amerika ilə də anlaşmağa getmək istəmir. Yəni, burada Donald Trump strateji səhv elədi ki, atəşkəsə getməzdir və Sepahın devrilməsi istiqamətində hərbi əməliyyatları davam etdirməlidir. Yəni, Donald Trump da çıxılmaz vəziyyətdə qalır. Və hesab edirəm ki, burada Donald Trump artıq İran məsələsində uğursuzluğa düşər olduğu üçün onun növbəti seçkilərdə qalib gəlmə şansı yoxdur. Bəli, İran daxilindəki vəziyyətlə də bağlı Məhəmməd bəy sizin fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, hal-hazırda ali rəhbər Müçtəba Xameneyinin tam olaraq sağlıq durumu həyatda mövcuddurmu, mövcud deyilmi? Hərçənd ki, adından müəyyən bəyanatlar verilir, amma görüntü olaraq hər hansı bir görüntüləri ən azından yayılmır və nə dərəcədə o hal-hazırda öz postunda əyləşib, bu da sual doğuran bir məsələdir. Və sizin də qeyd etdiyiniz kimi, hal-hazırda demək olar ki, İranda əsl bir hərbi xunta rejimi daha da qüvvətlənib. Əslində, hər zaman Sepahın bundan öncəki illərdə də hakimiyyətlə paralel bir hakimiyyət olduğunu biz bilirdik. Ancaq indi digər hakimiyyəti də artıq tamamilə üstəlib və əsas qərar verici orqan rolunda çıxış edir. Bax, bu rejimin sonunu necə görürsünüz? Bilirsiniz, hazırda Sepah öz mövqelərini gücləndirir. Ali rəhbər Xameneyi adından bəyanatlar verilir. Prezident postu zəifdir və tərəflərin koordinasiyaya gəlməsi hələ ki yaxın perspektivdə mümkün görünmür. Hazırda İranı de facto Sepahın komandanı Əhməd Vahidi idarə edir. Ancaq Sepahın devrilməsi xalq etirazları sosial-iqtisadi vəziyyətin ağırlaşmasına ilərdir. Və bu da iqtisadi blokadadan tətbiq olunması, inkişaf etdirilməsindən gəlir. Hazırki məqamda bir növ Amerikanın təhdidləri də Sepahın maraqlarına xidmət edir, daha da hakimiyyət qollarında mövqeyini gücləndirir. Və hazır düşünürəm ki, Sepahın yaxın perspektivdə də devrilməsi mümkün deyil. Amerika əgər hərbi müdaxilə ilə, hərbi əməliyyatlarla devirə bilmədisə, indiki mərhələdə də mümkün deyil. Yalnız bu xalqın yenidən kütləvi şəkildə sosial tələblərlə etirazlara qalxması, yalnız bu müstəvidə Sepah devrilə bilər.
Amma hazırki mərhələdə hakimiyyətin bütün qolları Sepahın tam nəzarətindədir və yaxın perspektivdə də o mövqeyini gücləndirəcək. Məhəmməd bəy, İranın proksiləri üzərində də ciddi mübarizə getməkdədir. Elə bu müharibəyə qədər də demək olar ki, bu yöndə qarşı tərəfin ABŞ-İsrail ittifaqının ciddi addımları oldu. Suriyada daxil olmaqla bir sıra ölkələrdə demək olar ki, proksilər üzərində nəzarəti İran xeyli dərəcədə zəiflədilmiş oldu və indi də Hizbullahla bağlı bu strategiya xüsusən də İsrail mərkəzli həyata keçirilməkdədir. Elə Financial Times qəzetində dərc olunan bir məlumatı da sizin diqqətinizə çatdırmaq istəyirəm. 2023-cü il oktyabrın 7-sində baş verən hücumdan bəri İsrail Qəzza, Livan və Suriyada ümumilikdə təxminən 1000 kvadrat kilometr ərazini nəzarətə götürüb. Bu barədə dediyim kimi Financial Times qəzeti məlumat yayıb və qeyd olunur ki, bu sahə İsrailin 1949-cu il sərhədlərinin təxminən 5%-nə bərabərdir. Nəşrin məlumatına görə ələ keçirilən torpaqların yarısından çoxu Livanın cənubunda yerləşir. Burada İsrail qüvvələri təhlükəsizlik zonası yaratmaq və Hizbullah qruplaşmasını geriyə sıxışdırmaq üçün onlarla kilometr irəliləyib. Əməliyyatlar zamanı bütöv kəndlər məhv edilib. İsrailin Müdafiə naziri İsrail Katz isə bu əməliyyatı Qəzza modeli ilə hətta müqayisə edib. Bu prosesdə İsrailin əldə edəcəyi nəticələr sizcə nədən ibarət olacaq? Bilirsiniz, Hizbullahın Livanda tamamilə sıradan çıxarması bu Amerika həyata keçirdiyi siyasətdən də asılıdır. İsrail Hizbullaha qarşı hərbi əməliyyatlarından bir istəyinə nail ola bilir. Hizbullah da demək olar ki, 50-yə yaxın İsrail tanklarını vurur dronlarla. Kifayət qədər də Hizbullah həmçinin İsrailin şimalında da yerli əhalinin köçürülməsinə də nail olur və demək olar ki, təhlükəsiz deyil İsrailin şimalı. Livanın cənubunu da cavab olaraq İsrail tamamilə sıradan çıxarıb, yaşayış məskənlərinin də yerindən silib. Bu tərəflər arasında geniş miqyaslı olmasına hərbi əməliyyatlar var və düşünürəm ki, Hizbullahın tərk silah edilməsi ilk növbədə bu hərbi əməliyyatlardan mümkün olmayacaq. İlk növbədə Livan hökuməti güclənməli və Hizbullaha silah axının qarşısını almalı. Ondan sonra Hizbullahı kifayət qədər zəiflətmək olar. Amma indiki mərhələdə İranın əsas proksi qüvvəsi olan Livanda Hizbullahın silahsızlaşdırılması, onu siyasi səhnədən silməsi mümkün olmayacaq. Yalnız Livan hökumətini inkişaf etdirmək, ordusuna dəstək vermək və İrandan Hizbullaha silah ixracının qarşısını almaqla bu problemi həll etmək mümkündür. Amma hərbi əməliyyatlarla bu mümkün olmur.